Salam hər kəsə. Bu gün biz sizlə həm akuzativ, həm də dativ tələb edən feillərlə bağlı danışacağıq. Akuzativ, unut, dativ. Baxaq görə bu feilləri biz cümlə daxilində necə istifadə edəcəyik. Normalda biz belə bir struktur qura bilərik ki, sizlə bir yerdə. İlk öncə bizdə gələr subyekt, lap birinci formada. Baxın bu formada subyekt. İkinci gələr feil. Üçüncü gələr dativ obyekt. Dördüncü gəlir bizdə nə? Akuzativ obyekt. Belə bir sual yaranır ki, bəs biz bu feillər hansıları, bəs biz bu feilləri cümlədə necə istifadə edəcəyik? İlk öncə feilləri verək ki, feillər hansıları, sonra düstur vasitəsilə biz bunu ətraflı izah edəcəyik. Geben vermək mənasına gəlir. Sonra schenken hədiyyə etmək, bringen gətirmək, daha sonra schicken və yaxud biz burada deyə bilərik ki, senden göndərmək mənasına gəlir. Zeigen göstərmək, daha sonra versprechen hansı ki, vəd etmək, söz vermək mənasına gəlir və yaxud digərləri. İndi biz baxaq görək bunları biz cümlədə necə istifadə edəcəyik. Hər birinin aid bilən cümlə deyək ki, aydın olsun bizə. Zum Beispiel sualımız belədir. Deməli, belə bir sual verir ki, mən adama kitabı veririm. Ich gebe dem Mann das Buch. Ich gebe dem Mann das Buch. İndi soruşa bilərsiniz ki, buradakı dativ olan isim hansıdır, akuzativ hansıdır? Baxın, dativ obyekt bizim kimə verdiyimiz, yəni və, daha doğrusu dem Mann adama. Adama biz nəyi veririk? Kitabı veririk. Das Buch. Das Buch. Əgər bizim das Buch olmasa, misal üçün biz adama kitab yox, dikişi cinsli bir isim götürsək, tutalım nə deyə bilərik biz burada? Den Fernseher deyə bilərik. Televizoru. Den Fernseher. Mən adama televizoru verirəm. Baxın, burada ilkin olaraq müşahidə etdiyimiz şey nədir? Şəxsi biz dativdə istifadə etmiş oluruq. Şəxs və yaxud da şəxs əvəzlərini belə deyək. Dativ halda istifadə etmiş oluruq. Obyekti və yaxud da ki, cismi, cisim və yaxud da digər cisimlər deyək, isimlər deyək, akuzativdə istifadə etmiş oluruq. Əsas qayda budur. Yəni, bu tipli feillərdən sonra gələn şəxsin özü dativ haldadır. Amma cisimdən istifadə ediriksə cümlə daxilində, bu olur akuzativ halda. Cümləmizin tərcüməsi budur ki, mən adama nə edirəm? Mən adama televizoru verirəm mənasına gəlir. İndi biz belə deyək. Adi qaydada deyək ki, əgər bir obyekt tutalım əvəzlikdirsə, digər isimdirsə, bu halda əvvəl nə gəlməlidir? Pronomen gəlməlidir. Bir daha deyirəm, əgər bizim bir obyektimiz əvəzlikdirsə və digər də isimdirsə, deməli, adətən nə gəlməlidir? Pronomen gəlir. Yəni, mən tutalım adama onu verirəm. Ich gebe es dem Mann. Ich gebe es dem Mann. Normalda bu es hardan gəlir? Əvvəlki yazdım cümlə uyğun olaraq tərtib olunub ki, misal üçün bu esin yerinə mən den Fernseher yazmaq istəsəm, yəni normalda in deməliyəm. Bu in nəyi bildirir bizdə? In burada onu deməkdir. Mən verirəm onu adama. In dediyim hissəni, baxın, bu den Fernseher'i əvəz etmiş oldum. Yəni, normalda mən bu cümlədə bunu deyə bilirəm. Amma mən istəyirəm ki, təzədən bu cümləni yazım. Ich gebe dem Mann den Fernseher'i yazım. Amma den Fernseher'i mən burada onu olaraq qeyd edim. Əgər mən cümlədə den Fernseher'i onu olaraq qeyd edirəmsə, onu da axı bizdə şəxs əvəzidir axı. Onda şəxs əvəzili dem Mann'dan əvvələ gəlmiş olur. Əvvəldə istifadə etmiş oluruq. Onda baxın, bu forma deyil. Ich gebe in dem Mann deyirik biz burada. Amma başqa qayda bizdə nə ola bilər bu formada? Məsələn, hər iki obyektimiz əgər pronoundursa, onda akuzativ pronoun əvvəl gəlir, dativ sonradan gəlməlidir. Yəni necə? İndi artıq deyirəm ki, ich gebe im, ondan sonra in, daha doğrusu sonra im. Yəni, mən ona onu verirəm mənasına gəlir. İndi sual verə bilərsiniz, bəs burada im nədir?
İmi də artıq, yəni demmanı da mən burada əvəz etmiş oluram imlə. Baxın, burada istəyirsiniz bir qırmızı ilə işarə edeyim ki, biləsiniz. Demmanı da imlə əvəz etmiş oluram. Baxın, demmanı da. Den feğin zeyni də akuzativli olduğuna görə bunu da mən inlə əvəz etmiş oluram. Sual yaranır ki, bəs indi bax bu formalar olursa cümlədə hansı pronoun əvvəldə gəlir? Akuzativli birinci gəlməli pronoun olduqda. Dativli isə ikinci gəlir. Amma normal qaydada hər ikisini biz cümlə daxilində birbaşa bildiririksə ki, mən adama televizor verirəm, onda dativli obyektimiz, yəni şəxsin özü gəlir, ikinci də akuzativli obyektimiz gəlir. Burada da izah edir ki, nə zaman akuzativ obyekt birinci istifadə oluna bilər? O halda ki, mən akuzativ obyekti artıq müəyyən bir şəxslə əvəz etmiş olsam, yəni onu desəm, onun əvvələ gəlmiş olur. Daha sonra biz burada nələri əlavə edə bilərik sizin üçün? Nələri deyə bilərik? Əsasən bu, belə deyək, çox istifadə olunan haldır. Misal üçün, passiv ilə istifadə olunan cümlələr var ki, passiv ilə istifadə olunan cümlələr nədir? Yəni, normalda biz bu passiv ilə istifadə olanları zakidə və B1-də keçəcəyik. Yəni, passiv qaydasına uyğun olaraq. Misal üçün, o ona bir məktubu göndərir. Misal üçün, o ona bir məktubu göndərir. Bu normal bir cümlədir. Baxın, sie schickt ihm einen Brief. O, ona məktubu göndərir. Mən bunu passivdə desəm, məktub ona göndərilir deyəcəm. Yəni, şəxsdən söhbət getmir təbii ki, passivdə. Passivdə necə deyəcəm? Sadəcə deyəcəm ki, ein Brief. Bu passivdir, bu irəli mövzumuzdur. Amma yenidən demək istərdim. Ein Brief wird ihm geschickt. Baxın, bir dənə cümləmizi deyim sizə passivdən. Qabaqsan deyim ki, passiv cümləmiz bizdə hansı ki, şəxsdən söhbət aparmırıq biz burada, passivin özündə. Daha sonra passiv cümlə aid bir dənə deyək ki, o məktəbliyə, tutalım ki, qaydanı izah edir. Erklärt. Qabaqsan deyim ki, mənim şriftimi dəyişdirə bilmədiyimə görə A-nın üzərində iki xətti göstərə bilmirəm. Erklärt der Schülerin die Regel. O məktəbliyə qaydanı izah edir. Kimə? Məktəbliyə. Nəyi izah edir? Qaydanı. Dedi, mən bunu passiv cümlə desəm, normalda belə deməliyəm. Qayda məktəbliyə izah olunur kimi deməliyəm. Görürsünüz, yenə mən burada şəxsini etmiş oluram. İstifadə etmiş olmuram. Die Regel wird der Schülerin erklärt. Baxın, yenə deyirəm ki, bu erkləkdəki A-nın üzərində həmişə umumlat işarəsi olur, yəni ikiyə qoşan nöqtə olmalıdır. Bunu yadınızda saxlayın, mümkün qədərilə. Bəs biz deyə bilərik ki, bəs dativ akuzativ tələb edən feilləri nə zaman inkarda istifadə edə bilərik? Bəs inkarı necə olur? Tutalım ki, deyirəm ki, mən adama kitabı göndərmirəm. Buna necə deyəcəm inkarda? Ich gebe dem Mann nicht das Buch. Gördünüz mən nicht'i hansı yerdə istifadə edirəm? Dativli obyektdən sonra istifadə etmiş oluram. Başqa bir nümunələ fikirləşin, görün, başqa bir nümunə nə deyə bilərik sizə? Bu formada deyə bilərsiniz. Hətta mən sizə deyirəm ki, nicht'i das Buch'dan sonra da deməyiniz də mümkündür. Deyə də bilərsiniz. Amma bundan əlavə olaraq mən sizə deyə bilərəm ki, istisnalar ki, hansı ki, bəzi feillər dativ tələb edir, amma əlavə olaraq da akuzativlə birlikdə istifadə oluna bilər. Onlar hansıları? Məsələn, denkendir, sonra sich, erinnerdir. Bu an akuzativlə istifadə olunan
feildir. Denken bizim bildiyimiz düşünməkdir. Bu da am, hansı ki sözündə istifadə olunur. Daha sonra bununla bağlı, bu qayda ilə bağlı ümumi şəkildə gəlin ən yaxşısı mən sizə cümlələr deyib tapşırıq kimi siz onu nə edirsiniz? Təbii ki, videonun altında qeyd edirsiniz. Cümləmiz budur ki, birinci, mən uşağa almanı verirəm. Mən uşağa almanı verirəm. Bu birinci cümləmiz. İkinci cümlə, o mənə pul verdi. O mənə pul verdi. Üçüncü cümləmiz, müəllim, yox, bunu bayaq elə bir demişdim mən sizə. Sən mənə telefonu verə bilərsən, sən mənə telefonu verə bilərsən. Burada telefon nəzərdə tutduğumuz əl telefonundan söhbət gedir. Beşinci tapşırığımız bu ola bilər ki, anam mənə bir kitabı hədiyyə verdi. Anam mənə bir kitabı hədiyyə verdi mənasında istifadə olunur. Sonda olaraq mən sizə bu qayda haqqında bir söz, bir fikir ifadə etmək istərdim ki, siz yaxşı olardı ki, bu qaydalarda ən çox suallardan tətbiq edin. Suallar dediyimiz hissə, baxın, when'dir, was'dır, bir də when'dir. Çalışın bu suallardan istifadə edərək siz orada cümlədə rahat şəkildə həm dat və həm akuzativi tapa bilərsiniz. Bugünlük bu qədər deyirəm. Təşəkkür edirəm izlədiyiniz üçün. Videonu like etməyi, xoşunuza gəlirsə like etməyi, kanala dəstək olmaq məqsədilə abunə olmağı, videonu dostlarınızla bölüşməyi, rəy bölməsində öz fikrinizi bildirməyi unutmayın. Təşəkkür edirəm, çox sağ olun.